Əgər ağrılar beldəki faset dediyimiz kiçik oynaqlardan qaynaqlıdırsa, bu ağrılara yönəlik öncəliklə bir blokada dediyimiz diaqnostik blokada icra edirik. Əgər bundan fayda görürsə, ondan sonra daha uzun müddətli radiodalğa dediyimiz müalicəni tətbiq edirik. Eyni zamanda qrijalarda, disk yırtığında da radiodalğa müalicəsi, epidural inyeksiyalar bu müxtəlif yöntəmlərlə ola bilər. Həm interlaminar dediyimiz, həm onurğanın yanındakı dəliklərdən çıxan sinirlərə yönəlik transforaminal dediyimiz metodla epidural inyeksiyalar icra edə bilirik. Yırtıq birinci və ikinci mərhələdədirsə, o zaman disk içi lazer metodu ilə bu protruziyanın ortadan götürülməsi və ya bulging dediyimiz qabarmanın ortadan götürülməsi mümkündür. Bundan başqa digər müalicə metodlarından kaudal inyeksiyalar, bu əgər aşağı nahiyələrdə ağrılar varsa, kaudal epidural inyeksiya da həyata keçiririk. Təbii ki, bu prosedurlar steril şəraitdə fluoroskopi dediyimiz rentgen cihazı altında həyata keçirilir. Bəzən də ultrasəs cihazı ilə də həyata keçirilə bilər. Daha yeni iləri yöntəmlər isə əgər xronik bel ağrıları davam edərsə, cərrahi əməliyyatlardan sonra da hətta ağrılar keçməzsə, elədiyimiz prosedurlar da yetərsiz qalarsa, o zaman yeni alqologiyanın son nailiyyətlərindən biri olan spinal cord stimulatoru dediyimiz onurğa beynin epidural qişasına, onurğa beyin qişasına bir elektrod yerləşdirilir və oradan daim olaraq elektrik impulsları göndərilir və beləliklə mərkəzi sinir sisteminə, baş beyinə gedən ağrı yolları stoplanmış olur. Bundan başqa dorzal root ganglion stimulatoru da icra olunur tərəfimizdə. Bir də kök hüceyrə metodları da tətbiq oluna bilər, amma bu kök hüceyrə metodu olduqca selektiv, xəstəyə yönəlik və fərdi bir şəkildə icra olunmalıdır.